Bədi rəhbərimizdir. Çox gözəl qardaşdır. Cavid Sinsat salan gözəl muskantdır, gözəl oğlandır Cavid. Və qarmonda bizim Seymur qardaşımız çox gözəl seygah deyək, seygah ustasıdır. Allah mənim dəstəmə can sağlığı versin, mehriban olsunlar, gözəl olsunlar. Belə sizin efirdə tez-tez iştirak edək. İnşallah. Və ümumiyyətlə, bax, bu ansambl yaratmaq sizin üçün çətin olmadı ki, ayrı-ayrı musiqiçiləri bir yerə yığmaq, cəmləşdirmək və dostluq adı altında birləşdirmək. Yox, burada belə bir qüvvə var ki, əgər onların içində mənim hörmətim varsa, bir kəlməyə onlar hamısı deyilər, canla başla sənlə dəst olmağa hazırıq. Elə də Aybəniz xanımla məsləhət elədi ki, belə dəstə quraq, hamımız dedi ki, olaq. Burada qüvvə odur ki, yaxşı musiqisi olmaq. Aybəniz xanım, yəqin ki, bu günləri el şənliklərində iştirak edirsiniz. Və bax, siz tək fəaliyyət göstərirsiniz, yoxsa ki, Vidadi ilə birgə gedirsiniz? Vidadi ilə birgə getmək fikrimiz var. Gələcəkdə böyük planlarımız var. İnşallah bu planlarınız həmişə uğurlu nəticələrlə nəticələnər və zəhmət olmasa danışanda bir qədər mikrofonu kənardan tutarsınız və istərdim ki, biraz da klip haqqında danışaq. Ümumiyyətlə, bu klipin rejissorluq işi kimə məxsusdur? Rejissorluq Kamrandır, rejissor Kamrandır. Operatorumuz Samirdir və montajda oturan oğlan adı yazmaq. Süpən qardaşımızdır. Onlara da can sağlığı arz edirəm. Çünki əziyyət çəkdilər. Onlar bizlə nə qədər bu vaxta əziyyət çəkdilər. Çox sağ olsunlar. Minnətdarıq. Hər birimiz oğlanlardan minnətdarıq. Mən bir şey də qeyd etmək istəyirəm ki, klipdə operator işi xüsusilə gözəl işlənibdir. Çünki burada kadrları özünüz də gördüyünüz kimi, yəqin tamaşaçılarımız da şahid oldular ki, müxtəlif rakuslardan götürüşlər var və çox maraqlı idi. Həmçinin montaj işi, həmçinin sizin ifanız, indi bilmirəm, özünüz öz ifanızdan necə, razısınızmı? Biz ifamızdan orada belə də çox da razı deyil. Çünki biz bunu birdən-birə aldırmışıq. Ancaq belə də yaxşı alınır. Bizə qıraq baxan cəmaət xoşuna gəlir, əyaladır, çox gözəldir. Ancaq biz özümüz, hələ özümüzdən musiqi dəryadır, ondan razı olmaq olmaz. Və tamaşaçılarımızın nəzərinə bir daha çatdıram ki, əlaqə yaratmaq istəyirlərsə 0231-333 nömrəsini, eyni zamanda 6961 nömrəsini yığmaqla bizimlə canlı əlaqəyə qoşula bilərsiniz. Vidadi, bax, ümumiyyətlə bu klipin Əzizim adlanırdı, musiqisi və musiqi sözləri kimə aid idi? Musiqinin sözləri Məmmədlinindir, musiqisi Tahir Əkbərindir. Tahir Əkbərin. Bu sizin sadəcə birinci klipinizdir, yoxsa ki... Yox, bu hələ ki yeni başlayırıq, yeni klipimizdir. İnşallah ikinci klipimiz, özümüz yenidən təzə, yeni mahnı yazdırıb, klip çəkdirmək istəyirik. Belə ətraflı klip çəkdirmək istəyirik. Deyəsən, zəngimiz var, qəbul edək. Alo, sabahınız xeyir olsun. Alo, kiminlə danışırıq, buyurun. Aha. Buyurun. Hər hansı bir sualınız var? Təşəkkür edirik zənginizə görə, bu gözəl fikirlərinizə görə. Çox sağ olun, minnətdarım. Davam edəcəkdir. Sırada isə reklam fasiləmiz var. Reklamların ardından isə ölkəmizdə, eləcə də regionumuzda baş verən hadisələrdən xəbərdar almaq üçün Düz Xəbər informasiya proqramına bağlanacaq və onun ardından isə sizləri gözəl musiqilərlə yenidən salamlayacaq. Həmçinin kliplə bağlı söhbətimiz davam edəcək. ECA kombilər tam 15 ildir durmadan hey yanır, 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 yanır. ECA kombi. Turan İnşaat evlərdə, idarə, müəssisə və böyük obyektlərdə istilik sistemlərinin, qazanxanaların quraşdırılmasını təşkil edir. Böyük və kiçik həcmli istilik qazanları, kombilər, alüminium və panel radiatorlar, jacuzzi vannalar, duş kabinələri, hamam və mətbəx dəstləri, Avropadan yer və divar örtükləri, Türkiyədən firat borular və aksesuarlar, 24 saat servis xidməti. Şirkət göstərilən xidmətlərinə 1 ildən 5 ilə qədər zəmanət verir. Siz firmanın xidmətlərindən maksimum sərfəli qiymətlərlə istifadə edə bilərsiniz. Turan İnşaat, ECA-nın rəsmi nümayəndəliyi.